şəhid məzarlarındakı sümüklər ortalıqda. Düşünürəm bəlkə şəhidlərin abidəsini tikəndən sonra bunlar hamısı düzələr. Hamısı insan sümüyü. Geçen sefer kelleni aktarıp tapabilmedik. Şimdi taptık. Götür kardeşim. Belədir də belə. Var. Torpaqları götürüp bak beləncə qıraqda əliyirik. Belə çıxır. Hal-hazırda torpaq kenarda ələnir. Oradan çıxan sümükləri də toplayıb beləncə o başta da ələnəcək. Ayaq altından çıxartıb orada inşallah ebedi əskər olan qardaşlarımızla bir yerdə orada ələnib yığılacaq. Burada şəhid anamızdır. Oğlunun sümüklərini yığandan sonra iki şəhid anası. Valla yağışdasız, soyuq olar. Mənim evladım 32 ildir. Sümükləri yağış, qar, güneş altında qalıb. Siz xəstələnərsiniz deyən anamız da rəhmətə getdi. Gəldi bu iki balamızın, iki qardaşımızın, şəhidimizin yanına. İnşallah kardeşimizin yanında bütün şehitleri yığacaq. İki kardeşimizin yanında bütün şehitleri yığacaq bura. Ana da geldi ora. Burada ne kadar şehit mezarları var. Hamısı bura toplanacaq. Mezarların etrafındaki torpaqları bir yere toplayırıq. Orada üzdə qalan torpaqları yığırıq ki, yəni orada ələnsin. Burada inşaat gedəcək, tikinti gedəcək. Şəhidlərin adlarını burada əbədiləşdirəcək. Burada. Çünki bura ən hündür yerdir. Orada məscid tikiləcək. Şəhərimiz oradadır. Məzarlarımız bu gündədir. Məzarlarımız. Şəhid məzarları. Huzur bu vəziyyətdədir. 100 illik məzarları da bu günə qoyublar. 50 illikləri də bu günə qoyublar. Yəni bir sözlə məzarda yatan ata-babalarımızın, körpə uşaqlarımızın günahsız, hətta onlarla bir yerdə yaşayanların da məzarlarını darmadağın edirlər. İnsan əsas götürüləcək DNT olmalı. DNT analizi. Bunlar tarixi muzey olaraq bəlkə gələcək nəslimizə lazım olar deyə toplanır. Ola bilər ki, kimsə deyir ki, lazım deyil, gerək yoxdur, amma bu sümüklərin hamısı toplanmalıdır. Öz məzarlarına, öz adlarına qoymalıdır. Bunlar traktorla kürəmək olmaz. Bir dənə məzar olar ki, bir gün, iki gün vaxt aparar, amma kollektiv şəkildə çalışılsa, biz örnek olarak bu işi görəcək. Beləncə ayaq altında qalan sümüklər yaxın məzara böyle toplanır, bax dəmirin altına yığılır. İlk öncə gəlib bax bu məzarların sümüyünün içinə qoyulmuş. Hamısı qoyulub ora. Yine de əsgərlərlə, qardaşlarımızla, əsgər yoldaşlarımızla gəldik. Qohumlarla bir yerdə. Bax. Ortalıqda olan sümükləri, ayaq altında olan sümükləri buradadır. Amma hal-hazırda
81-ci ildə vəfat edib. Baxın. 81-ci ildə vəfat edib. Sənə nə edib bu adam?